Salam dəyərli izləyicilər. Bu videoda hazırladığımız süni intellekt dəstəkli proqram haqqında sizə məlumat verəcəm. Bu proqramda süni intellekt sizin işinizi əlinizdən almayacaq. Əksinə, sizə iş tapmaqda kömək edəcəkdir. Proqramda bir bölməyə CV-nizi əlavə edirsiniz, digər bölməyə isə qəbul olmaq istədiyiniz iş vakansiyasını kopyalayıb atırsınız. CV-ni analiz et düyməsini vurduqda isə proqram özü avtomatik olaraq sizin CV-nizi vakansiyaya uyğunlaşdırır. Həmçinin müsahibədə düşmə ehtimalı olan sualları verir və o sualların cavablarını da yazır. Beləliklə, müraciət etmək istədiyiniz vakansiyada sizin şansınızı artırır. Antropik dəstəkli olan bu proqram yüz minlərlə insanın istifadəsi üçün bizə çox baha başa gəlir. Ancaq yenə də proqramı ödənişsiz şəkildə istifadə etmək istəyənlər mesaj bölməsi vasitəsilə bizlə əlaqə saxlasınlar, proqramın istifadəsini onlar üçün təşkil edək. Beləliklə, dəyərli dostlar, proqramın ümumi görünüşü belədir. Faili seçin hissəsi vasitəsilə CV-mizi əlavə edirik. Vakansiyanın təsviri bölməsinə isə vakansiyanın təsvirini kopyalayıb atırıq. CV-mi süni intellekt ilə analiz et düyməsini vurduqda isə qeyd etdiyim kimi sistem özü avtomatik olaraq mənim CV-mi vakansiyaya uyğunlaşdıracaq. Həmçinin də potensial müsahibə suallarını və onların cavablarını qeyd edəcəkdir. İndi CV-mi əlavə edirəm. Faili seçin vururuq. Gəlirik. Öz CV-mi bura əlavə edəcəm. CV əlavə olundu. Daha sonra isə, məsələn, tutan ki, SMM vakansiyalarına baxıram. SMM vakansiya. Məsələn, tutan ki, bu vakansiyaya baxaq. Burada xanım lazımdır. Məsələn, bu hissəyə vurduq. SMM vakansiyası üçün bütün deməli lazım olan hissələri mən kopyaladım. Proqramın içərisində atıram. CV-mi süni intellekt ilə analiz et düyməsini vuracam. Və mənə öz CV-mi vakansiyaya uyğunlaşdıracaq. Bunun üçün məsləhətlər verəcək proqram. Baxıram, uyğunluğunu yoxlayır. CV-min güclü tərəflərini qeyd edir, inkişaf etdirilməli tərəfləri qeyd edir. Hansı ki, vakansiyada var, mənim CV-mdə yoxdur. Təkmilləşdirmə tövsiyələri verir. Nəticəni ixrac et vuracam. Düşürəm aşağı. Burada potensial müsahibə sualları da həmçinin qeyd edilir. Sosial media hesablarında nə üçün işə götürülməlisiniz? Mənim geniş sosial media idarəçilik təcrübəm var və iş şirkətinin sosial media hesablarını fəaliyyətli şəkildə idarə etməyə gücümə yetəcəyinə inanıram. Belə sualları qeyd edir. Kreativ məzmun hazırlamaqda hansı proqramlardan istifadə edirsiniz? Strateji hazırlayarkən hansı mənbələrdən istifadə edirsiniz? İzləyicilərə necə cavab verirsiniz? İzləyicilərin rəylərinə diqqət yetirirəm və onların mümkün qədər sürətli və məzmunlardan zəngin cavablar verməyə çalışıram. Tamam. Müsahibə, yəni vakansiyaya da baxdı, mənim CV-mə də baxdı və vakansiyaya uyğun belə suallar və onların cavablarını verdi. Deməli, proqramı yeniləyəcəm indi. Başqa vakansiyalara baxaq. Məsələn, ofis meneceri. Adətən ona da xanım namizədlər tələb olunur. Yenə də yazaq. Ofis meneceri. Sözü səhv yazdım deyəsən. Meneceri vakansiya. Tamam. Ofis meneceri baxaq. Sadəcə orada cinsiyyət əgər qeyd olunmayıbsa onu seçək. Çünki xanım namizəd istəsələr bizə uyğun olmayacaq. Tamam. Belə iş barəsində məlumat alıram. Kopyalayıram. Gəlirəm. Yenə CV-mi əlavə edirəm. Vakansiyanı yapışdırıram bura. Süni intellekt ilə analiz et düyməsini vuracam və bu dəfə də mənim CV-mi bu vakansiyaya uyğunlaşdıracaq. Yenə də uyğunluq çoxdur. Güclü tərəflər var, inkişaf etdirməli tərəflərim var. Məsələn, mən CV-mdə qeyd eləmişdim ki, rus dilim çox zəifdir. Burada yazıb ki, rus dil bilməsi tələbi. Nəticəni ixrac et də vura bilərəm. Müsahibə suallarına da baxa bilərəm buradan. Potensial müsahibə sualları, ofis proqramları ilə təcrübəniz necədir? Ofis meneceri üçün, yəni bu suallar normaldır. Rus dil səviyyəniz necədir? Rus dilinin əsas səviyyədə anlaşma və yazma bacarığına malikəm. Daha da təkmilləşdirmək istəyirəm. CV-də də elə qeyd eləmişdim. Niyə bu işə müraciət etdiniz? Bu işdə mənim təcrübəm. Nə üçün korporativ satışlar sayəsində nailiyyət qazanmısınız? Korporativ satış sayəsində nailiyyətim əməyə göstərərək və inkişaf edərək əldə etmişəm. Korporativ müştəriləri həmişə ətrafımı toplamağı bacardım. Sosial media marketinqdə əsas bacarıqlarınız nələrdir? Sosial media marketinqdə şirkətlər əməkdaşlıq hesablarını idarə etmə, reklam. Tamam, əla. Nə istəsəz nəticəni ixrac et vurub çap da eləyə bilərsiniz. Belə dəyərli izləyici, ümumi proqram haqqında sizə məlumat verdim, göstərdim. Mesaj bölməsinə yazaraq
siz də proqramdan istifadə edə bilərsiniz ödənişsiz şəkildə. Bundan əlavə Sony İntellekt dərslərimizə də qoşula bilərsiniz. Buna bağlı da müraciət edə bilərsiniz.